Sual verilir ki, məndə psixoloji problemlər var. Elə bilirəm ki, hər nə edirəmsə günah və qul haqqı qazanıram. Bundan başqa problemlər də var. Bu psixoloji problemlərdən necə qurtulum? Yəni, ümumiyyətlə, hər bir problemdən qurtulmaq üçün ən birinci, ən əsas olan, yəni insanın sidq ürəklə, doğru şəkildə Allaha sığınmasıdır. Yəni, çünki şəfa Allah Teala tərəfindəndir. Şəfanı verən Allah Teala'dır. Və ona görə insanın doğru şəkildə Allaha sığınması bütün problemlərin həllidir. Əgər olmursa, alınmırsa, yəni bilsin ki, insanın etdiyi duasında problemlər var. Hələ dua tələb olunan formada yerinə yetirilməyib. Və sonra bununla yanaşı səbəblərdən tutması. Səbəblərdən tutması da belədir ki, o gələn vəsvəsələrə yəni insan fikir verməməlidir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qayda qoyub ki, İnnəllah təcavəzə li an ümməti əmmə təhəddəsət bihi ənfusuha mə ləm tətəkəlləm əv tə'məl bi. Allah Teala ümmətim üçün keçib nəfs danışıqlarından nə qədər ki, o nəfsində olanı dilinə gətirmir və nəfsində olanla əməl etmirsə, bütün bunlar hamısı bağışlanır. Yəni, günah yoxdur buna. Və ona görə narahatçılığa yer yoxdur. Əgər sən nəfsinə gələn o fikirlər üzə çıxartmırsan danışıq olaraq və əməl olaraq, yəni buna görə bir problem yoxdur.